Azərbaycan kino industriyasında yaradıcılığın, istehsalın və bir də xidmətin tənzimlənməsi üçün normativ sənədlərə ehtiyac var. Bu normativ sənədlər həm şəffaflığa gətirir, həm də asan çəkiliş sistemin, asan yaradıcılıq sistemi yaradır. Və mən də buradakı çıxışımda daha tez, effektiv nəticə əldə edilmək üçün, sistemin düzgün qurulması üçün Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Azərbaycan Film Kino Studiyası və özəl studiyalar və xarici şirkətlərin Azərbaycana gətirilməsi məsələlərində bizə çox ciddi normativ sənədlərə ehtiyac var ki, bu xaosun qarşısını almaq üçün və bir də film komissiyası haqqında olan bu qanun layihə bugün Azərbaycan kino industriyasına çox lazımdır və bu təqdirə layiqdir. Sistemin zəifliyi proses var ki, bu da artıq bilirsiniz ki, Cənab Nazir dekabr ayında çıxış elədi. Mədəniyyət Nazirinin bütün infrastrukturunun vəziyyətini təhlil elədi və bu da onu göstərdi ki, artıq buna doğru gedir. Yəni ki, bu uzun müddətin problemləridir ki, bu tədricən həll olmalıdır.